müqavimət hərəkatı tutarlışıyla, təşkilatçılığı ilə əziyyət çəkir, bu bayrama toplaşır. Mən bir daha bu təşkilatlar adından sizə dərin minnətdarlığımı bildirir. Hər biriniz əziyyət çəkib bu məclisə, bu bayrama yığışmışsınız. Bugün Azərbaycan Cumhuriyyətinin yaradılmasının 107 il bundan qabaq doğrudan da elə bir mürəkkəb tarixi şəraitdə bizim babalarımız böyük bir hərəkatın əsasını qoydular. Bizim indiki dövlətçiliyimizin əsasını qurdular. Heç yerdən ayrı-ayrı pərakəndə rayonlardan toplaşmış insanlar, Azərbaycanın bütün rayonlarından, Bakı şəhərindən toplaşmış kişilər bir cumhuriyyət yarattılar. Biz bugün bu cumhuriyyətin varisləriyik. 1918-ci ildə mürəkkəb bir tarixi şərait mövcud idi. Rusiya imperiyası mütləqiyyət dağılmışdı. Rusiya mütləqiyyətinə daxil olan ayrı-ayrı ölkələr, vilayətlər pərakəndə halda nə edəcəklərini bilmirdilər. Bu zaman bizim babalarımız ayağa qalxdılar və bildilər ki, belə bir dövrdə Azərbaycanın müstəqil bir dövlətinin yaradılması vaxtı çatıbdır. Tbilisdə vaxtilə Zaqafqaziya Seymi kimi fəaliyyət göstərən oranın deputatları bizim hamımızın bugün Məmməd Əmin Rəsulzadənin başçılığı ilə Fətəli-xan Xoyski və digərləri Azərbaycan dövlətinin əsasını qoydular. Onlar dağılmış Rusiya, qarabazarlığa çevrilmiş Rusiya imperiyasının qarabazarlıqları içərisində bugünkü günümüzün, bugünkü dövlətimizin əsasını yaratdılar. Biz bir daha hamımızın adından o şəxslərin ruhu qarşısında baş əyirik. Onlar bizim hal-hazırda bir dünyanın 200 dövləti arasında Azərbaycan adlı bir dövlətin də əsasını qoyublar. Heç kim deyə bilməzdi ki, o mürəkkəb dövrdə nələr baş verə bilərdi. Bəlkə də adi bir tarixin gedişində Azərbaycan dövlətinin əsası qoyulmazdısa, bugün də biz müstəqil Azərbaycan dövlətini yarada bilməzdik. Çox təəssüf ki, bizim o dövlətimiz cəmi tarixin o mürəkkəb dövründə heç uzun müddət yaşaması da bəlkə mümkün deyildi, dağıldı. Lakin biz bu dövləti unutmadıq. Biz onun bayrağını, himnini, gerbini unutmadıq və 70 ildən sonra o bayrağı bir daha qalxızdıq. Məmməd Əmin Rəsulzadə çox gözəl demişdi. Bir dəfə qaldırılan bayraq bir daha inməz. Bugün gör nə qədər bayraqlarımız dalğalanır. Biz bu da bayraqların fövqündə bir dövlət yaratmışıq. 91-ci ildə biz yenidən Azərbaycanın müstəqilliyinə nail olduq. Doğrudur. Bugün biz əsas xalq kütlələri, xalq Azərbaycanın bu müstəqilliyinin tövhələrindən lazımı qədər faydalana bilmir. Lakin biz mütləq bu məqama da gəlib çıxacağıq. Müvəqqəti çətinlik dövrləridir. Biz mübarizə aparıq, Azərbaycanın tam həqiqi müstəqilliyinə nail olacağıq. Çox təəssüf ki, bugünkü hakimiyyətdə olan qüvvələr Azərbaycanın müstəqilliyinin inkişafına maneçilik törədilər. Onlar nəyin bahasına olursa olsun yenidən Azərbaycanı Rusiyanın, SSR-nin tərkibinə daxil etmək üçün addımlar atırlar. Lakin mən bir yaldakı görürsünüz nə qədər insanlarımız əziyyət çəkərək şəhərdən ayrılan Azərbaycan rayonlarından bugün də çox çoxdur ki, Azərbaycan rayonlarından əziyyət çəkib bu bayram gününə gələnlər çoxdur. Bizim yarıdan çoxumuz rayondan gələnlərdir. İmkansız insanlardır, avtobuslar tutublar, öz maşınları ilə bayrama gəliblər. Mən bir daha onlara dərin minnətdarlığımı bildirəm. Mütləq onlara dərin minnətdarlığımızı bildirməliyik ki, 15-20 dəqiqəlik, yarım saatlıq bu tədbirdə iştirak etmək üçün bu qədər böyük yol gəliblər. Deməli, Azərbaycan ideyaları ölmür. Azərbaycanın bütün nöqtələrində bu ideyalar yaşayır və bizim də borcumuz bu ideyaları möhkəmləndirmək, həqiqi dövlətimizi yaratmaq, onun nailiyyətlərindən bütün xalqımızın bəhrələnməsi üçün imkan yaratmaqdır. Mən sizə bir daha minnətdarlığımı bildirirəm. Məmməd Əmin Rəsulzadənin başçılığı ilə, Fətəli-xan Xoyskinin başçılığı ilə, Əlibək Hüseynzadənin başçılığı ilə yaradılmış bu dövlət mütləq qalib gələcəkdir və biz dünya dövlətləri içərisində öz bayrağımızı daha yüksəklərə qaldıracağıq. İnşallah.